Evdə oturduğun yerdə dua edirsən, bir başqa şeydir. Amma bir də var, hansısa ziyarətgaha gedirsən. Ağzında deyirsən ziyarətgah. Əgər Məkkə Mədinə ziyarətidirsə, Peyğəmbər yada düşür, Xanım Zəhra yada düşür, onun Həzrət Əli yada düşür, İmam Həsən yada düşür. İndi orada nə qədər müqəddəs insanlar var. Onlar yada düşür, düzdür? Söhbət ziyarətgahlardan gedir. Yox, gedirsən Kərbəlaya, İmam Hüseyn yada düşür və oradakı hadisələr yada düşür. Məşhədə gelirsən İmam Rıza, Quma gelirsən Xanım Məsumə, gəlirsən nə bilim Bibeybətə gedirsən Həkimə xanım, Nardarana gelirsən Rəhimə xanım. Axır hər hansı bir ziyarətə gelirsən, Şuvalana gelirsən Mir Mövsüm ağa. Bu adını çəkdiyim insanlar var ha, üzü Peyğəmbərdən, imamdan ta ki gəlir Allah dostlarına qədər, övliyalara qədər. Bunlar pis adam olur. Xeyr. Yaxşı adam olurlar da. Yaxşı, bunların hamısı ki yaxşı adam olub. Bu ziyarətdən məqsəd odur ki, o yaxşı adamları ziyarət edərək istər-istəməz onların həyatı ilə maraqlanırsan. Onların yaşayışı ilə maraqlanırsan. Bir insanı tanımaq üçün əsərini görməlisən onun. Şairdirsə şeirini, yazardısa, nə bilim, yazıcıdırsa romanını, əsərini axır görməlisən bunu. Rəssamsa şəklini görməlisən, çəkdiyi tablonu falan. Axır bu adamla ünsiyyət üçün ya bunun bunların əsəri nədir? Hədisləri. Əsərlər bunlardır. Bunlarla tanış olmaq üçün həyatlarını oxuyursan, tarixi oxuyursan, oxuduqca axı sənin içində yaxşıya qarşı bir sevgi var. Yaxşıya qarşı. Bu görürsən bunlar gözəl insanlardılar. Allah Teala da hər şeydə insan faktorunu ortaya qoyur.